arası and içmə mərasimi keçirmişdir. Baxım görüm, indi and içmə mərasimi harda keçirəcək? Yas mərasimini keçirəcək. İndi qaçıb sıçan kimi gizlənib. Çıxsın ortalığa. Ermənistan baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir. Hesab edir ki, biz bununla barışacağıq. Səhv edib. Heç vaxt biz bununla barışmayacağıq. Qondarma Dağlı Qarabağ Respublikasının parlamenti Şuşaya köçürülməsi nə deməkdir? Yenə də Azərbaycan xalqını təhqir etməyəcəkdir. Cəbrayıl'a Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir? O deməkdir ki, orada qanunsuz məşğullaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürdürlər. Bizim qədim şəhərimizə Şuşada yerləşdirirlər, televiziyada göstərirlər. Beynəlxalq konvensiyaları pozurlar, Ceneva konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var. Biz tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlarına məsələ qaldırın. BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara deyək ki, bu qanunsuzdur. Qanunsuz məşğullaşma cinayətdir. Minsk qrupu bir açıqlama verdi mi? Vermədi. Avropa İttifaqı verdi mi? Vermədi. Dedi ki, bu bizi maraqlandırmaz. Maraqlandırmır. Maraqlandırmırsa indi də maraqlandırmaz. İndi nə əl ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür. Bizi ittiham edirlər bəzi ölkələr, Avropa ölkələri. Geçsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur. Ki kimsə imkan verməz ki, Azərbaycan Dağlı Qarabağı fəth etsin. Dağlı Qarabağ bizimdir. Torpağımızdır.